Rasimə xanım, Seyid Cihan da buradadır. Zahidə xanımın 40 mərasimində. Salamlayıram mən də izləyiciləri, bu günləri. Biz çox təəssüflər olsun ki, könül istərdik ki, Zahidə xanımın xoş günlərinə, gözəl günlərinə gəlib, sevinclə şərik olar. Amma belə alındı ki, həyatın belə qanunu var da, bir gün gələn, bir gün gedər. Biz də bu günləri gözəl, özü gözəl, ruhu gözəl, şəxsiyyəti gözəl Zahidə xanımın 40 mərasiminə gəlmişik. Sarı xanım Safiyə, mən bacım Elsa xanım Seyid Cihan'ın mərasiminə gəlmişik və mən burada şahid oldum ki, necə burada xanımlar həqiqətən də ürəkdən göz yaşı tökürlər. Bilirsiniz, deyirlər ki, bu dünyada çox sənətlər var. Hər insanın sənəti var. Amma gözəl xasiyyəti tökülmüş, gözəl huylu insan olmaq, o sənətlərin ən alisidir. Və Səidə xanım da belə insanlardan. Zahidə xanım. Zahidə xanım. Bəli, eşitdiyimdə görə belə gözəl xasiyyətli insanlar olur. Və Allah onun uzun bərəkətli edir. Əli verir, insan sevər, qonaq sevər, əl tutan, ailə sevər. Çox səxavətli xanım idi, bəli, əl açıq idi. Qardaş, böyüdən kiçiyə qədər hamısını belə sevgi ilə qarşılayır, sevgi ilə də yola salır. Burada bir şəklində paylaşırlar. Çox da gözəl, gülə-gülə. Allah rəhmət eləsin. Burada bəzi xanımlar deyir ki, bizim toylarımızı Zahidə xanım bəli. Elədir, onun gözəlliyi bəs edir. Onsuz deyir, hansı mərdaranda, şüvəlanda dedi ki, onsuz toy olmazdır. Amma elə gün var ki, onun hər gün toy olurdu. O da Allah onu belə sevib, seçib. Allah ona rəhmət eləsin. Rəhmət eləsin. Yeri beşlik olsun. Yeri beşlik olsun. Belə bacı, qardaş. Onu çox belə gözəlliklə elə vəsf edirlər ki, insan heyran olur. Yəni də ruhu şad olsun. Allah qalanlarına rəhmət eləsin.